Azərbaycanda əhalinin təxminən hər 10 nəfərdən 9-u Prezident İlham Əliyevə etimad edir. Bu barədə məlumat Media İnkişaf Agentliyinin keçirdiyi sorğunun nəticələrində bildirilib. Başqa sözlə, agentliyin məlumatında qeyd olunur ki, Prezident İlham Əliyevə etimad səviyyəsi ümumilikdə 87,7%dir. İctimai rəy sorğusunun nəticələri sosial mediada geniş müzakirələrə səbəb olub. Samir Abdullah yazır ki, əgər etimad belə yüksəkdirsə, zəhmət olmasa vətəndaşları, əvvəlcədən hazırlanan aktyorları yox, özü qəbul etsin, dərdimizi deyək. Çünki onun təyin etdiyi məmurların əksəriyyəti vətəndaşın problemlərini həll etmək yerinə qurumlar arasında fırlatmaqla məşğuldur. Kamil Murad yazır ki, hansı günümüzdən razıyıq ki, 345-550 manat maaşa təqaüdə layiq olduğumuza, rüşvət və monopoliya baş alıb gedir. Qanun ancaq kasıb insanlara tətbiq olunur. Reallıq budur. Polad Asil Türk adlı istifadəçi yazır ki, ölkədə olan rüşvəti və monopoliyanı aradan qaldırmaq lazımdır. Aslan RTN isə belə yazıb. Bir dənə uşaq pulu versəz 99 olar. Mahir Mirzəyev isə bildirib. Bəlkə də prezidentə deyirlər hər şey yaxşıdır, millət əla yaşayır. Bir yerə gedəndə öyrədilmiş adamları gətirirlər. Onlar da deyir, hər şey yaxşıdır. Prezident heç kimə demədən tək çıxsın, millətlə görüşsün, görsün cəmaət nə gündə yaşayır, şikayətlərini dinləsin. Deyir ki, mənə xəbər versinlər, onda görsün nələr deyirlər. Kitablardan oxumuşam. Qabaqlar xalqın vəziyyətini öyrənmək üçün şahlar vəzirləri ilə başqa libasda çıxıb həqiqəti öyrənərmişlər. Harmoniya Keramika isə deyib ki, gördüyü yaxşı işlər də var, ancaq cəmaatın hamısı yaxşı yaşamır. Sorğunun nəticələri ilə razılaşanlar da var. Yuska qeyd edib ki, bəli, ona görə başqa prezidentlər kimi Çin ordusu ilə gəzmir, bütün günü sadə vətəndaşların arasındadır. Askerova bir adlı istifadəçi qeyd edib ki, yeganə rəhbərdir ki, torpaqlarımızı geri qaytardı. Dünyada bizi qalib ölkə kimi tanıtdı. Bizə qarşı olan ölkələri susturdu. Bizim prezidentimiz bizim fəxrimizdir. Sorğu 20-30 may aralığında 1210 nəfər arasında üzbəüz müsahibə ilə keçirilib. Onların 93,6%-i Prezident Əliyevin fəaliyyətini müsbət qiymətləndirib. Media agentliyi bildirib ki, respondentlərin 81,9%-i Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edib və növbəti həftə sonu seçki keçirilərsə 91,5% respondent İlham Əliyevə səs verəcəklərini deyib. Sorğunun məqsədi 2026-cı ilin ilk 6 ayında əhalinin İlham Əliyevin fəaliyyətinə münasibətini öyrənmək olub.